belə millət deyilik ağa. Bugün cəmiyyətə təqdim olunduğu kimi deyilik biz. Əslində qürur duymalıyıq. Mən bircə örnək verim. Biz deməmişik, onu o günü sizlə də söhbətimdə dedim. Biz tariximizdən nə utanacaq işimiz var, nə köklərimizin elə o qədər gözəllikləri var. Niyə imtina eləyək 2-3 dənə adətimizi, ənənəmiz, güya ki bugün xoşa gəlmirsə ondan imtina. Bu millət qədər, türklər qədər tarixi, şərəfli ikinci bir millət çox azdır. Bəlkə də yoxdur. Görək kimin münasibəti var. Deyir, dünyanın ən ağıllı adamına 39 gün dəli desən, 40-cı gün mütləq dəli olacaq. İndi siz deyirsiniz imtina eləməkdən. Heç nədən imtina eləməzdim. Niyə imtina eləməliyəm? 300 il Amerikanın tarixi var, 3000 il mənim tarixim var. Niyə imtina eləməliyik? Yaşlılarımız elə, indi bir deyirik ki, toyda qorunmayaq, yasda qorunmayaq, geyimdə qorunmayaq, bəs harada qoruyaq? Bu qorunmalıdır, hamısı qorunmalıdır buna. Mən hərdən o Cənnət xalanın geyiminə baxıram. Ürəyim dağa dönüş, yəni bizim belə nənələrimiz, belə analarımız olub. Niyə mən o geyimlə imtina eləməliyəm? Amma siz elə geyinən bir qızla evlənməzsiniz. Yox, evlənmək söhbət olmuyor. Daşı qoyarsın belə geyinsin. Yox da deyirsiniz, qoruyaqdır geyimdə. O deyir ki, keçmişindən imtinadan danışmıram. Yox, qətiyyən mən onu başa mən keçmişindən imtinanı sağ vermirəm. O demək istəyir ki, Cənnət xanım o yaşında o geyimdə çox yaraşıqlı. Bu qədər. Yoxdur məsələn. Və yaxud da mən Azərbaycan səhnəsində deyək ki, o Şövkət xanımı, o Zeynəb xanım kimi xatun geyinlər, mənim evladım deyək ki, və yaxud da mən özüm elə götürüb. Mən baxıram, görürəm ki, bunun belədir. Siz gördüyünüz şeydir. Gördüyün çağrıdaşır. Görürük, bu da hər şey oradan başlayır. Bilirsiniz, əgər mən pisəmsə, mənim atam pisdir, mənim anam pisdir. Yəni bu sistemli şəkil olur. Mənəviyyat problemi təkcə Əhmədin, Məmmədin falanın fikirləşir. Bu dövlətindən aşağısına qədər, aşağısından yuxarısına qədər hamı bu isə səfərbər olmaq. Xüsusilə də kivlər və televiziya. Bilirsiniz, bu televiziya kanalları mən dəhşətə gələcəm. Mən cavan ola, vallahi hərdən axtarıram bir ədəbiyyatla bağlı deyirsiniz. Hamı nümunə olmalıdır. Biz son zamanlar bir şairimizlə deməli biz görüş təşkil etmək istədik. İnanın bir ildən çox biz ona zəng eləməkdən bizim o cəmiyyətin amma o bizimlə görüşə gəlmədi. Yəni biz cavanlar və kimdən götürək? Axı efir elə, mətbuat belə. Nümunə göstərsə işlərimiz yoxdur, deyək toyda qoyaq. Amma ki o cəmiyyətin daha çox gileyləndiyi gənclər ki var, onlar heç televizora baxmırlar. Biz dəfələrlə bu məsələləri demişik. Onların heç çoxu televiziyadan götürmür bu məsələləri. Ümumiyyətlə internet təsiridir, dünya qloballaşır, o qədər insana təsir edən vasitələr var ki, bütün günahları televiziyanın üstünə yığılır. Var, bilirsiniz. Axı deyək ki, ucqar rayonlarda vallahi heç kəs internet falan heç kəsdən istifadə eləmir. Elə rayonlar, elə qəsəbələr var. Ömrü 24 saat ancaq televiziyaya baxırlar işıq olsa. Niyə Azərbaycan gəncləri Avropanın fikirləşirlər ki, Avropada gənclər saçını uzadır və yaxud da hansısa bir üzr istəyirəm, üzündə bir saqqal saxlayır, biz də onu saxlayır. Niyə Azərbaycan gəncləri fikirləşmir ki, Avropada yox, üzr istəyirəm. Yox, nə olar saçını uzadanda? Yox, niyə Azərbaycan gəncləri onu fikirləşmir ki, Yaponiyada bir balaca demək olar 4-cü, 5-ci sinif uşağı nə isə kəşf edir və nə isə ixtira eləmək fikrindədir, yenilik gətirmək fikrindədir. Biz isə Avropadan götürürük ki, məsələn saçımızı uzadaq, gedək parkda axşama qədər oturaq. Sağlam düşüncəli Azərbaycan gənci fikirləşməlidir ki, bizim filmlərdə də dədə-babalarda uzun saç vardı. Yox, o uzun saç... Kimsə saçını uzadır, onu siz niyə qəbul eləmişsiniz? Kimsə öz xarici görünüşün bu cür görmək istəyir. Burada qəbahət nə var ki? Məsəl üçün, Azərbaycan toylarına onun fikrimi çatdırmaq, bildirmək istəyirdim ki, yəni, niyə Azərbaycan gəncləri... Çünki mikrofonu belə gedir. Niyə Azərbaycan gəncləri, əgər sağlam düşüncəli gənc isə, biz yaxşı şeyləri, adicə baxırıq televizora, görürük ki, 2 nəfər danışır, bunun biri daha dərin fikirlər izah etməyə çalışır. Neçə yaşın var sənin? Mənim 19 yaşım var. 19 yaşım var. Mən ona görə səndən bunu soruşuram ki, yox, ola bilsin ki, Azərbaycandakı gənclərin çoxu məndən razılaşmaz, ancaq mənim öz şəxsi fikrimdir. Niyə sən düşünürsən ki, sən sağlam düşüncəlisən, amma saçın uzadan və yaxud saqqal saxlayan, xarici görünüşün bir başqa cür eləyən sağlam düşüncəli deyil. O örnək kimi deyil ona. Mən demək istəyirəm ki... Məsələn, o saç uzatmaq bizim kökümüzdə olur. Yox, saç uzadanlar bu saç uzadanlardan deyil. Yox, o ayıb deyil, oğlum. O saç ona yaraşırsa, o var. Amma əlbəttə dünyada dəyişir, modalar dəyişir. Bəlkə indi o moda gedir, gəlir, bayaq ziyalılarımız söylədilər. O ayıb kimi baxma, o Avropalı saç uzadırsa oğlanları. Hə, bizim adətimizdə olmayan bəzi şeylər var onların üzündə. O başqa məsələdir. O başqa məsələdir. Amma onu ayıb düşüncənin saçının heç bir bağlılığı yoxdur. Əlbəttə, o balaca bir millətin Yaponiyanı tutalım ki, gənc bir evladı böyük bir ixtira eləyir. Biz o dəyərlərə oxşasın bizim gənclər. Onları qavrasınlar, onları götürsünlər. Özün dərk eləyən də olar, eləməyən də olar. Bugün dərk eləmirsə, sabah o dərk eləyər. Ona görə məncə azadlıq və sərbəstlik hər şeydən önəmlidir.
uşaqların üstünə çox getmək və onları əzmək olmaz. Onları əzə-əzə daha da pis vəziyyətə gətirib çıxardırıq. Toylarda ən çox soruşsaq ki, gənclərdən hansı mahnı çalınır? Yeni bir mahnı çıxmışdı bir neçə il, bir ilə yaxındır. Can-cana deyilən bir şey var. Bu Azərbaycanda demək olar ki, şəxsən mən gənc olaraq mən o mahnını qəbul edə bilmirəm. Çünki yəqin ki, yaşlı nəsil nümayəndələri də beziblər o mahnı. Canlıların boğazına yığıb. Demək olar ki, hansı toya gəlsən elə bir himn kimi qəbul edirlər. Mən bir toyda olmuşdum. Yəni demək olar toy yiyəsi axırda özü məcbur oldu. Gəldi, götürdü mikrofonu Masa bəydən xahiş elədi ki, qardaşım mənim toyumda bu gündən bu saatdan etibarən can-cananı ifa eləməyin. Bu nədə Azərbaycanın gözəl mahnıları var, xalq mahnıları var. Bunları ifa eləmirik, başlayırıq. Oğlum toy sahibinə nasıldır hər şey? Görək rayonda toy sahibimiz var, görək kimədir. Toy sahibinə nasıldır? Sualım Tənzilə xanımadır. Dünyanın belə sürətlə inkişaf etdiyi bir vaxtda internet təsirində milli olmaq asandır? Tahirova Əminə, Qazax rayon sakini. Buyurun Tənzilə xanım. Əlbəttə asan heç bir şey yoxdur. Elə milli olmağın özü çətin bir məsələdir. Çünki bu dəqiqə millətçilik, milli olmaq yanlış anlaşılır çox yerlərdə. Amma bu internet dünyasında, bu sənayeləşən, bu necə deyim, sanal aləmdə həm milli olmaq olar, həm də o milli dəyərləri qoruyub saxlamaq olar, onları çox gözəl də təbliğ etmək olar. Bir millət min il əsarətdə qalır, hamba əsarətdən azad olunur. Məlum olur ki, bütün adətini də, ənənəsini də, hər şeyini saxlayıb, milli dəyərlərini də hamısını saxlayıb. Yəni deyək ki, 70 il sonra hökuməti Novruz bayramı qadağan elədi, nə oldu? Hamı Novruz bayramını keçirdirdi mi? Aşuranı qadağan edirdi, nə oldu? Hamı aşurasını keçirdirdi mi? Ya oruçdur, ya filanı. Millətin dilini bugünə gətirib saxlayan, dilini qoruyan, millətin o dediği o kövlərini qoruyan, bunların hamısı yaradıcı insanlarındır. Onlar, yaradıcı insanlar bizim beynimizə Leyli Məcnun kimi sevməyi aşılayıb. Başa düşürsünüz? Adətən nə farsı toxuna bildi, nə urusu toxuna bildi, nə ərəbi gəldi, bir düz bir şey elədi, ərəbi gəldi, neyniyə bildi, bu millətin milli dəyərlərindən qoparda bildi mi? Özünün pis bir-iki cəhətini bizə sıraya bildi. Özünün bir-iki pis cəhətini sıraya bildi. Amma özümüzünkünü məhv elə bilmədi axı. Gəldi millət yenə həmən millətdir, həmən dilidir. Azərbaycan dili qədər, yəni əslində Türk dili qədər özünü qoruyan dünyada bir dil yoxdur. Sizə Rusça kitab gətirim, 150 il bundan qabaq. Onu oxusanız heç də başa düşməyəsiniz. Amma sizə 6-cı əsrdə Orxan Yenisi abidələrini gətirim, orada nəysə başa düşür. 1400 il üstündən keçir. Ya Dədə Qorqudun dilindən 2000 il keçir və 1400 il deyil. Görürsən, amma oxursunuz, anlayırsınız. Yəni, nə edirəm? Bunu kim saxlayıb, kim qoruyub? Və yaxud dedi, folklorumuz, aşıq sənətimiz, yaradıcı adamlarımız, bənnamız, ev tikənimiz, nə bilim, nə çobanımız, hamısı nənələrimiz, inək sağa-sağa oxuduqları edirmələrini. Yəni, nə edirəm ki, heç vaxt onu məhv eləmək mümkün deyil. Sadəcə olur, bir sapmalar olur. Sapmalar olur, müəyyən bir boşluq yaranır, nə bilim, nə yaranır. Amma yenə mən ona görə nikbin danışdım ki, əvvəl-axır yenə qayıdacaqlar geri. Buyurun. Nə qədər Avropa deyəri, nə qədər başqa ölkələr deyəri mədəniyyəti, yenə də mən deməzdim ki, bizim nəsə milli dəyərlərimizə toxunsun. Aqil müəllimin dediyi... Heç nəyə toxunmuyor? Yox, mən deməzdim. Hər şey qaydasındadır. Qaydasında da nə var? Yəni ki, sivil formada. Onu yenə də Mirzə Ələkbər Sabirin sözlərinə desək, bizim geyimlərimiz dəyişib. Təvəkkürlərimiz axtarsaq hal-hazırda bizim dəyişməyib, çox dəyişməyib. Bax, o da pis. Bax, dəyişməyib. Yəni ki, bunu boynumuza alaq. Düzdür, yazırlar, yazıçılar yazır, biz rəssamlar, özüm rəssamam. Mən milli ruhda çəkirəm bütün əsərlərimi. Bu yaxında da Sarı Gəlin bir portreti işləmişəm, böyük bir maştabda. Onu dəfələrlə mən sərgilərdə qoymuşam. Yəni, milli kök, ruh, yəni qanımızdan gəlməlidir, soy kökümüzdən gəlməlidir. Azərbaycanın milli mədəniyyəti, milli dəyəri, keçmişi, qanunu, qaydası məktəbdə eşitmişik biz, dərslərdən eşitmişik biz, ailəmizdən eşitmişik. Ailənin heç vaxt zamanı yoxdur ki, evladının dərslərindən maraqlansın. Bunu elə yıxırıq, filan kəs belə elədi, filan kəs belə elədi. Elə efirlərimizin də günahı var. Müğənnilərimiz çıxır, deyir ki, mənim sevgilim mənə maşın aldı, ev aldı. Oxumayan, axı dərs almayan uşaqlar var, savadı olmayan uşaqlar var. Dünya görüşü artıq bunların inkişaf eləmir. Bunların bir meyli var. Efirdən geyim götürüm, üzr istəyirəm, soyunmağı örgənim, nəysə örgənim də, ancaq görüntü örgənirlər. Elm örgənən yoxdur. O qədər gözəl adət-ənənələrimizi təbliğ edən televiziya
proqramları var və onu yerinə də gətirirlər. Mikrofonsuz danışmayın. Tənzilə xanım, əgər bir şagird elm təhsil almayıbsa, Razıyam. onun heç Ondan bir elmi razıyam. yoxdursa, o hansı milli dəyərdən danışa bilər? Axı mümkün deyil. Mən ondan razıyam. Bəs başından görüşümüzü nə dedik? Dedik ki, oxumaq da, oxumaq. Avropa ədəbiyyatını oxusun, tarixini oxusun, bir xalqa, bir ölkəyə gedirsə, o ölkə... Ədəbiyyat oxumasını heç, Avropa, Azərbaycan ədəbiyyat, heç Səməd Vurğunu da oxuma. Dərsini oxu da. Yox, heç onu da yeni deyirəm, oxuyacaqdı ki, müqayisə edə bilsin də və seçim edə bilsin. Məsələn, o tutalım ki, Victor Hugo'nu oxuyacaq, tutalım ki, bir səfilləri Shakespeare oxuyacaqdı, tutalım bir səfillər romanı oxuyacaqdı ki, gəlsin Azərbaycanda romanlarla müqayisə etsin, artıq seçim onun olacaqdı, müqayisə etmə imkanı olacaq. Biz ondan gedirik, düz deyirsiniz, dərsini oxusun, yaxşı dərsini oxuyan uşaq kim nədir? Son sözümü deyirəm, mən düşünürəm ki, çox tanışdım hamıdan. Bilirsiniz, o Orxan Yenisey abidələrindən örnək gətirdilər. Ən gözəl söz neçə yüzillər bundan öncə deyilib ki, ey Türk, sirkələn bir özünə gəl, kəndinə dön, sən kəndinə dönəndə böyük olursan. Ona görə də böyüklüyü qoruyub saxlamaq üçün böyük millətdən olduğunu ilk öncə dərk etmək lazım. Baxaq. Sualım Günel xanımadır. Necə olur ki, Yaponlar küçələrdə milli geyimləri ilə gəzir, Azərbaycanlılar isə daha çox başqalarına oxşamağa can atırlar? Tovuz rayon sakini Vüsal Tağzadə. Buyurun. Yaponlar da, hindlilər də öz qədim mədəniyyətlərini çox rahatca, asanca ötürə biliblər nəsildən nəsilə. Niyəsi maraqlıdır tamaşaçı üçün. Necə olur ki, onlar bunu asanlıqla ötürürlər? Yəni, necə olur ki, o cür dünyaya elmlə, texnika ilə meydan oxuyan bir xalq bunu bacarır, amma biz hansısa milli elementi yeyib küçədə gəzsək, bizə baxarlar və təəccüblənərlər. Bir söz, ritual sevən xalqlar var və ritualı sevməyən xalqlar var. Biz, məsələn, Yaponlar çox ritual sevən xalqlar. Onlar ən xırda bir məişət hadisəsini də bir rituala çevirə bilirlər. Və yaxud da hindlilər ən sadə Tanrıya dua eləmə hadisəsini 5-10 dəqiqəlik onu bir rituala, bir şeyə çevirirlər. Ümumi bir ovqata çevirirlər. Amma biz ritual sevmirik. Biz ritual sevən xalq deyilik. Amma yəqin bu da həmişə onlara xatırladır. Kimliyini xatırladır. Göz önündə olan nələrsə insana kimliyini xatırladır. Siz necə düşünürsünüz? Bir şey deyim. Yaponiyada hamı o geyimi geymir. Bəli, hamı geymir, amma küçələrdə rahat geyinib gəzənlər var. İnsanların, deyirəm, içində Yaponlar dünyadan təxminən 100 il bundan qabağa qədər təcrid olunmuş bir xalq olur. Yaponlar öz sirlərini də söylə bıraxmırlar. Japoniya adam da bıraxmayıblar. Siz onu bilirsiniz statistikada. Yaponiya ahalisinin 99,99% Yapondur. Ölkədə yaşayanın. 0,1-i də o səfirlərdir, planlardır, ya gedən alverə gedən adamlardır. Bəli, hətta bəzi millətlərin qeydiyyata düşməsinə belə icazə verilir. O xalqın ərazisində, hətta Yaponiyanın konstitusiyasında var, 2 millətin Yaponiyada yaşamaq, daimi yaşamaq hüququ yoxdur. Adını çəkmək istəmirəm. Bəli. Şəxsən mən milli paltarımızı da gəzirəm. Yox, indi yoxdur burada. Harda Avropa bizi bu qalsın boğazımızdan sıxır. Harda geyinib Asfalta ocağı olaraq biz o paltarı yaratdıq. 3 rəng var. Deməli, mavi, sarı, ağ. Hamısı türk ruhu ilə bağlıdır. Biz bunları özündə ehtiva edən paltar yaratmışıq. Mərasim paltardır. Amma onun ictimai mühiti üçün formasını yaratmaq olar. Yəni, imam xalqı ifadə edən... Sən dediyin Asif Atanın dedi, sən o milli olma da boşun. 1000 ildən sonra sən təzə forma geysən, qırmızı, sarı, yaşıl geyin. Svetofor deyil ya. İndi mən sənə bir söz deyim. Yox, mən sənə deyim. Yəni, o millətin yaratdığı forma var, millətin geyimi var. Bəzən deyə bilərlər ki, mən dedim burada milli geyinib, deyə bilərlər ki, şalvar var da, şalvar milli deyil. Hamı bilir ki, Türk tarixini gedin oxuyun, dünya tarixini oxuyun. Bəli, geyinib. Şalvarı ilk dəfə Türklər, özdə qadın geyinir. Sən indi millətə geyin, filan şey geyik, onu millətə geyindirək, inkubatoru. Qətiyyən elə deyil. İndi baxanda biz görürük, ümumiyyətlə geyim yoxdur. Milli geyim yoxdur. Geyim məsələsini, dostlarım, toylarınızda saxlamısınız. Öyle mi geyim məsələsini? Bəy geyimi var, gəlin geyimi var, filan var. Evdən çıxanda bəyək deyirlər ki, niyə filan mahnını çalmırlar? Dəsən sual verdilər. Sual verdilər, bəli. Mən hələ görməmişim ki, Azərbaycan toyu, hər hansı bir toy başlayır vağzalı ilə, bitir vağzalı ilə. Hamısı vağzalı ilə başlayar, gəlin atlandı deyir. Ondan da
onunla da toy başa çatar. Və toydakı musiqidə də Kimsə evimizə gəlin Sadəcə gəlin bu qədər toyda evimizə, indi siz buradan deyirsiniz, gedin Naxçıvanda toyda olun. Alim Qasımovun toyunu gördünüz. Gedin Naxçıvanda adi bir toyda olun. Azərbaycanın nə adət-ənənəsi varsa görərsiniz. At çapmaq, güləşmək, nə bilim yallı, haqışda oxumaq, filan oxumaq və o cümlədən Azərbaycanın kətlərində də kətlərimizdə həmən adətlər durur, həmən toylar olunur, həmən musiqidir. Heç orada kət rayondakı musiqicilər o tappadırımı çala bilmirlər. Xalmanıza salıb oyunu gedir. Adət-ənənədən danışır, filandan danışır. Ölü yersi bilmir, ölüsünü ağlasın, özünü ağlasın, gününü ağlasın, borcun xərcilisində, nə bilim. Toydan da artıq yemək içmək verirlər. Yəni adi amma keçmişdə belə idi mi yaslarımız? Yox, indi o da bir dəvə düşüb, o da bir nəyə düşüb. Amma gəl necə olmasa kənd yerlərində elə deyil, heç olmasa insan kimi gəlib yasını verib gedir. 40 gün yas olar mı? Bəli. Bu işə ciddi fikir verilməlidir. Məsələn, o qədər içirdirlər o toy sahabını heç bilinmir, əli gəldi və əli getdi. Ama belə şey olmaz axı. Qanun belədir. Gələk özümüz öz kösümüzü qoruyalım. Hər kəs özündə müəllim olsa bəli, hər şey bunu tətbiq edə bilər. Aydındır. Mən öz ənənəmlə, tariximlə, mədəniyyətlə fəxr etmişəm, bugün də fəxr edirəm. Bu qoruyub saxlamalıyıq hamımız. Çox yaxşı. Sizin bir əlavəniz yoxdur. Xırda bir hadisə ilə sözümü yekunlaşdırmaq istəyirəm. Təxminən bir il əvvəl biz bir konferansda iştirak eləyirdik. Elə konferansın mövzusu da Türk millətinin problemləri idi. Biz çox böyük bir oteldə yerləşirdi. O konferans çox böyük bir oteldə keçirilirdi. Hardasa bəlkə də 1000 nəfər tutan böyük bir otel idi. Və orada ən müxtəlif millətlərdən qonaqlar var idi. 3 gün orada konferans getdi, səhərdən axşama qədər. Və bir qonağın, bir hansısa bir millətdən olan insanın yaxınlaşıb orada o konferansda olan mövzuyla maraqlanmağını, o konferans iştirakçılarına yaxınlaşmağını mən görmədim. Amma konferansın sonunda milliyyətcə türk olan bir musiqiçi gəldi, foyedə böyük bir royal var idi və xahiş elədi ki, icazə verin, mən bu royalda musiqi ifa eləyim, iştirakçılar dinləsin. Çox az iştirakçı qalmışdı. Və biz bir təhər zorla o icazəni aldıq, çünki icazə yox idi qonaqlar orada olanda. Və o başladı orada musiqi ifa eləməyə. Bir çox bizim milli musiqilərimizi orada ifa elədi. Və orada bütün millətlərdən keçən qonaqların hamısı royalın başına yığışdı. Biz dünya ilə ünsiyyəti, milli köklərimizi əgər qorumaq istəyiriksə, o milli köklərdən uzaqlaşmadan dünyaya inteqrasiya eləmək istəyirsə, dünya ilə ünsiyyətə girmək istəyiriksə, o milli kökü, milli ruhu, milli dəyərlərimizi özümüzdə daxil olmaqla başqalarına da sevdirmək istəyiriksə, bunun yolu ancaq mədəniyyətdir. Təşəkkür edirik və tamaşaçıların nəzərinə çatdırırıq ki, hər həftənin 4-cü günü İctimai Televiziyanın efirində ortaq məxrəcə baxmağı unutmayın. Görüşənə qədər.